Herkese salam. Doktor Emil Qarayev ilə Həkimlə Söhbət verilişinin ilk buraxılışına xoş gəlmisiniz. Mən həkim stomatoloq Emil Qarayev, Türkiyə Mersin Universitetində stomatologiya fakültəsini bitirmişəm. Hal-hazırda vətənimdə həkim stomatoloq kimi fəaliyyət göstərirəm. Bugünkü verilişimizin ilk qonağı mənim də yaxından tanıdığım Doktor Ləman Məmmədli. Xoş gəlmisən. Xoş gəldin. Ləman, mən səni yaxından tanıyıram, istəyirəm ki, izləyicilərimiz də səni yaxından tanısın. Özünü tanıda bilərsən bizim üçün? Öncəliklə salam, mən doktor Ləman Məmmədli. Belə bir verilişə ilk qonağı olduğum üçün çox minnətdaram. Mən 6 illik tibb təhsilimi Çukurova Universitetində başa vurdum. Ondan sonra tibbdə uzmanlıq sınavına daxil oldum və Mersin Universitetində qulaq-burun boğaz xəstəliklərini qazandım. Universitetdə Və uzmanlıq qazanmısan. bəli, indi isə sənədləşdirmə işlərindən sonra uzmanlıq təhsilimə başlamağa İnşallah. Öncəliklə səni təbrik edirəm. Uzmanlıq, yeni adın, yeni həyatın, yeni yolun başarılı olsun. Ləman, istəyirəm sənə soruşam ki, ümumiyyətlə tibb fakültəsinə qəbul olduğun an necə hiss etdin? Nə hiss etdin o anda? Orada hansı duyğuları yaşadın? 6 il əvvəl olsa da bugünkü kimi yadımdadır. Xatırlayıram ki, iyul ayları idi, iyul aylarının sonları idi. Biz belə evdə oturmuşduq və bir anda cavab gəldi ki, qəbullar açıqlandı. İnternet saytına girişim, şifrəni yazışım, indiki kimi ağlımdadır. O həyəcanla ora basmaq, açılması, Ləman Məmmədli Çukurova Universiteti Tibb Fakültəsi, yəni indi kimi gözümün qabağından getmir. Sevinç göz yaşlarım, biraz da qorxum bəlkə də. Yəni xarici bir ölkədə təhsil üçün gedirsən, bəli, yeni bir 17 yaşında eynisini yeni yaşamış. bir həyat, tabii yenidən başlamaq, ailəndən uzaqda. İlk dəfə idi ki, ailəmdən bu qədər uzaq olacaqdım. Düzdür, bu məni çox qorxutmuşdu. Darıxmaq hissi, çətinliklərlə başa necə gələcəm, mən də bilmirdim. Amma yaşadıkca gördüm ki, heç də çətin deyilmiş. Sadəcə üstünə getmək lazımmış. Eyni yolları, yəni sən bu konuda çox iyi anlayıram. Eyni yolları biz də keçmişik, mən də keçmişəm. Ona görə tamına səni anlayıram bu konuda. Həkim olmaq istəyi sənə uşaqlıqdan mı var idi, yoxsa daha sonradan mı yaranmış bir şey idi, yoxsa elə sırf məsələn ailənin yönləndirilməsi ilə mi getdin bu yola, yoxsa öncə uşaqlıqda bir hissin var idi həkim olmaq? Mən özümü bildim biləli, türklər demişkən həkim olmaq istəyirdim. Yəni insanlara yararlı olmaq, yəni bundan başqa bir yerdə özümü görə bilmirdim. Tam tərsi ailəm heç istəməzdi ki, bəlkə də tibbi seçim, çünki məni o çətinliyin içinə salmağı heç vaxt gözə ala bilmirdilər. Onlar da bilirdi ki, çünki bu yol uzundur, çətindir, zəhmətlidir. Onlardan uzaq olacağım bəlli idi. Yəni ailədən uzaq olmaq Ona görə onlar xarici üçün bir çətin ölkədə, yəni düzdür, Türkiyə bizə nə qədər yaxın olsa da, qardaş ölkə olsa da, amma yəni sonuç itibarilə yabancı bir ölkədir bizim üçün. Yəni tanımadığın bir yerə gedirsən, fərqli bir kültürə, ona alışmaq doğrudan da çox çətin idi. Səncə tibb təhsili bu qədər uzun olmalıdır yoxsa yox? Tibb təhsili başlayanda insan elə bilir ki, 6 il uzundur, bitməyəcək, amma elə deyil. Bəlkə də bizim təhsilin arasına pandemiya, deprəm, bunların qarışdığına görə bəlkə biraz axsaqlıqlar oldu deyə bizə belə qısa gəldi, amma məncə 8 il olsa da insana çox uzun gələsi bir təhsil deyil. Məncə biraz uzun bir süreçdir. Yəni 6 il tibb təhsili oxumalısan. Yəni məsələn stomatologiya necədir? 5 il oxudun, bitirdin, həmən işə başlaya bilərsən, yəni uzmanlıq düşünmürsənsə. Amma yəni tibb təhsilində illaki bir uzmanlıq alanın olmalıdır. Hansısa bir sahədə, yəni puxtələşməlisən, o sahənin mütəxəssisi olmalısan. Məsələn sən təbibi qazanmısan. Bu yolda səni ən çox motive edən şeylər nə idi? Nə səni motive etdi? Yəni mən oxuyacağam, 6 ili davam etdirəcəm, uzun bir yoldan keçəcəm, sonunda o necə deyim, xalatı haqqınla geyinəcəm. Nə idi səni motive edən şeylər? Məni ən çox düzü motive edən şeylərdən biri xəyallarım idi. Yəni ən böyük xəyalım da bu təhsilin sonunda böyük auditoriyalarda mənim kimi bu yoldan keçən insanlara öz bildiklərimi öyrətməkdir. Yəni sadəcə işində peşəkar bir cərrah olmaq deyil, həm də bunu başqalarına öyrətmək, gələcək nəsillərə ötürməkdir. Ona görə bu xəyalım məni ən çox ayaqda tutan bir şey olduğunu söyləyə bilərəm. Geri dönsən nəyə fərq eləyərdi? Düzü geri 6 il geri qayıtsaydın təkrardan. Nəyə fərq eləyərdi? Yenidən başlasaydım bəzi şeylər üçün çox özümü fəda etməzdim. Necə deyim? Yəni imtahandır, gəlib keçər, yəni. İmtahan demə zaten. Bu yolda olanlara da onu demək istəyirəm ki, imtahanlara görə özünüzü heç vaxt qısıtlamayın, öz həyatınızda yaşayın. Sosial həyatdan heç vaxt geri qalmayın. Çünki 6 il həqiqətən çox uzun olmasa da ən yaxşı yaş dövrümüz bu təhsilə gedir və sosial həyatı geri planda buraxmaq insanı bəzən depressiyaya da yönləndirə bilər. Amma yəni dediyim kimi bir onu fərqli edərdim. Bir də kaş Erasmusa etsəydim. Yeni kültürlər də belə öyrənmək üçün. Mən əslində düşünmüşdüm ikinci kursda Erasmus, amma
sonra nəsə vazgeçdim. Dedim bu şəkildə davam. Çünki bir il kaybedirdik axı bizim öz universitet Sırf ona zamanımızda da. görə, sırf ona görə mən də heç bu yola başvurmadım. Amma elə etmək olurmuş ki, kaybetməyə Hə, bilirmişik o onu bilmirdim. illəri. Ona görə mən də sonradan peşmanlıq yaşadım. Məsələn dedin ki, imtahan dönəmini bu qədər ciddiyə almamaq lazımdır əslində də. Yəni doğruca desək, nə bilim özəl sosial ilişkilərimizi arxa plana atmamalıyıq. Məsələn sən bu qədər bir uzun bir serüvendə, sürəcdə nəyisə geri plana atmısan? Məsəl üçün keşke qayıtsaydım bunu eləməzdim. Özəl bu həyatımda bunları geri atmasaydım, daha öndə tutsaydım. Bəsit bir şey olaraq deyim ki, məsələn, bəzən bizim üniversitedə bahar şənlikləri deyə Hə, şənliklər festivallar olurdu. olur. Sizə Çukurova Festivallar, festival, konserlər Portakal festivalı. olurdu. 2 gün sonra imtahandır deyə onları ötələdiyim, getmədiyim olurdu. Yəni amma dəyməzmiş. Gedilə də bilərmiş, əylənilə də bilərmiş. Amma bunu da sənə deyim ki, Yəni yəni bunu ötələmisən ki, 6 il tamı-tamına məzun olmusan. bəlkə Bu da çox bəlkə böyük də faktor. o Bu nüansı da da çox var. böyük faktor. Bir cümlə ilə Türkiyədə tibb oxumaq başlığı atsaydın, nə deyərdin? Bir cümlə ilə bunu deyəsi olsaydım əgər, evdən, ailəndən, vətənindən uzaqda, amma xəyallarına bir o qədər də yaxın olmaq deyərdim. Yəni bu çətin yolda Yəni bir xəyallarına maraqlı- getmək üçün bəzi şeyləri də bu yolda fəda etməlisən. Bu da uzaqlıqla, darıxmaqla Yəni bəlkə həyat də. zaten bir şey qazanmaq üçün, Hə. bir şey əldə etmək üçün nələrsə itirməlisən. Həmişə. Hələ bu bir həkimlik yoludursa, bir tibb sahəsidirsə, yəni doğrudan da həyatda insan nə bir şey əldə etmək üçün gərək iş konusunda, gərək ailə konusunda, gərək özəl münasibətlərində nədənsə keçməlisən, nəyisə fəda eləməlisən ki, gedib o mənzilə rahat-rahat çata biləsən. Nə vaxt dedim bu iş mənlik deyil? Mən bu işi bacarmıram. Məsələn məndə olub. Məndə praktik dərslərimizə başladığım dövrlərdə necə deyim də, yoğun bir mobbing deməyim, baskı görürdük də, işte disiplin görürdük, dəqiqə məsələləri var idi, saniyədə işin təhvil vermək idi. Məsəl üçün bu anlarda mən dedim ki, hər halda bu iş mənlik deyil, mən buna uyum sağlaya bilməyəcəm. Məsələn səndə olubmu ki, demisən ki, yox, yetər, bu iş mənlik deyil, mən bunu buraxam. Əslində bu hardan irəli gəlir? İnsan belə bir şeyləri az biləndə, qorxanda, çəkinəndə deyəsən bu iş mənlik deyil. Amma işin özünü öyrənəndə, biləndə, o işdə artıq professionallaşmağa başladıqca deyirsən ki, yox, bu düşüncələr səhv imiş və mən bunu edə Davam bilərəmmiş. eləməliyəm. Mən də bunu ilk dəfə bir ümumi cərrahiyyədə bir əməliyyatda olarkən hiss etmişdim ki, görəsən mən o həkimin yerinə olsam bunları edə bilərdimmi? Belə baxdım ki, əgər mən də onun qədər təcrübəli olsaydım, olsaydım, bilikli təbii ki də edərdim. Çünki eyni yollardan keçirik. Sadəcə Yəni sonuç qorxmamaq itibarilə o da lazımdır. bəli, həmin bu serüvendən keçir. Yəni ümumi məncə hamımız, yəni tibb yolu keçən hər kəs ilk başda deyir ki, bu iş mənlikdir. Məncə, mənim fikrimcə elədir, bilmirəm indi. Nətər? Çünki doğrudan çətin bir Təbii süreçdir. ki 6 ildə Yəni. bu tibb təhsilini buraxıb başqa Olub, sahələrə bəli, bizdə də çox yönələnlər də olub. oldu. Bizdə də olub. Yəni belə deyim, biz 380 nəfər mövcudla başlamışdıq. Neçə məzun oldunuz, Yəni neçə? 300-ü falan məzun Məzun. oldu. Eyni. Ha bir də ki, hansı ki o bir dərsdən qalınca sənə Qalan- təkrarı falan, yəni çox çətin, Çox. çox çətin. Uzmanlıq KBB qazanmısan dedin, Mərsini. Bizim oxuduğumuz şəhərdə. Necə keçdi uzmanlıq? Məsələn mən uzmanlıq istəmədim. Fikrimdə bu var ki, mən bitirib öz vətənimə qayıdacağam. Yəni fikrimdə bu idi. Ona görə uzmanlıq düşünmədim. Bilmirəm, geri qayıtsaydım bəlkə də oxuyardım, onu da bilmirəm. Sən məsəl üçün bu uzmanlıq periodunu necə keçdin? O sınav, tuz çalışması, dərshanələr, neçə kitab oxumusunuz imtahana girmək üçün? 15 Bütün bölümlərin sınavı 15 15 kitabı kitabı. idi. Onları dəfələrcə Oxumusan. təkrarladım. Necə keçdi məsələn bu dönəm? Yəni bu dönəm həqiqətən psixolojik cəhətdən çox yorucudur. Saatlarla kitab başında oturmaq. Gündə elə olurdu 10-11 saata qədər çalışırdım. Amma məni motivasiyada tutan bir şey var idi ki, bu işin sonunda əgər əziyyət çəkirsən Görürsənsə, bəhrəsini mütləq görəcəksən. görəcəksən, mütləq. O da elə oldu. Yəni amma KBB özün istədin yoxsa? əslində düzünü desəm başqa bir bölüm istəyirdim. Mən həmişə Radioloji istəyirdim. göz istəyirdim, hə, istəyirdim, göz göz doğru. istəyirdim. Sonra fikirləşdim bəlkə radiologiyada daha yaxşı irəliləyərəm. Sonra gördüm ki, mənim istəyim cərrah olmaqdır. Yəni mən Kəsib o biçmək. mən o əməliyyatxanada Amma sənlik deyil kəsb. Yəni xarakterinə uyğun deyil kəsib biçmək işləri. əməliyyatxanada hər kəs dəyişir. Bəlkə də mən o əməliyyatxanada özümü həmişə o bizim bu yaşıl scrubs dediyimiz uniformada görmək istədim. Ona görə KBB-yə yönəldim. Belə də ki, həm də Mərsində üz plastiki ilə rinoplastika olsun. Belə şeyləri daha yaxşı təkmilləşmək üçün mərkəz olduğu üçün oranı seçdim. Bir də zaten bildiyim, tanıdığım bir yer. Yəni Bir də Mərsində bildiyim bir yerdir. yerdir və Çukurovaya yenidən yaxın, başqa bir Adanaya yeri yaxın bir öyrənmək yerdir. çox çətin olardı. Yəni çox yabancılıq çəkməz, Çox. çəkməyəcəksən Mərsində. Hə bu arada KBB-nin nə olduğunu yəni açıqla ki, məsələn bilməyənlər də bəzən terminlər fərqli olur, qarşılıq olur. Onu tam belə izləyicilərə məlumatlı olsun.
KBB, yəni qulaq, burun, boğaz hastalıqları Bildiyimiz lor. bildiyimiz Lor. lor cərrah, baş boyun cərrahiyyəsi ilə məşğul olan bir bölümdür. Bu bölümdə yəni sadəcə estetik cəhətdən deyil, həm də qulaq qismi var, boyun hissi, tiroid cərrahiyyəsi kimi bölümlərlə də məşğul Komple deməli, olur. yəni baş boyun, Bütün baş qulaq, boyun boğaz. bu bölümə ayrılır. Həm də onların estetikası ilə də Həm də məşğul. onların Məsələn, estetikası. rinoplastika falan. Belə bir şey deyim də, məsələn, mən həmişə maraqlıdır, məndən soruşanda çox istəyirəm ki, uzun-uzun anlatın da bunu. İndi hansı ki o dövrdür. Uşaqların bu imtahan seçmə ərəfəsidir, qəbul olma ərəfəsidir, tərcih məsələsidir. Tibb istəyən, həkim olmaq istəyən bir insana nə məsləhət verərdin? Yəni Hələ Türkiyədə oxumaq istəyirsə bu. İlk başda özlərinə bu sualı verməlidirlər ki, mən həqiqətən də həkim olmaq istəyirəmmi? Uzun bir yoldur. Yəni 6 il təhsil, 5 il, ən az 4 il, 5 il uzmanlıq təhsilidir. Ondan sonrakı bəzi periodlar çox uzun Atanma çəkə məsələ olayları bilir. var. Yəni Zorunlu hizmət. Zorunlu hizmət dərkən çox uzun çəkir. Yəni bunların hamısını gözə alırlarsa, heç nədən qorxmaya gərək yoxdur. Ən önəmlisi onu deyim. Məsələn, bayaq az öncə dediyim məsələdə doğrudan bu qədər uzun olmalıdır tibb təhsili. 6 il, artı məsələn 4 il, 5 il, sonra artı 2 il zorunlu hizmət. Yoxsa daha belə məsəl üçün 5 ilin içində hamısı həll olub qurtara bilərmi? Amma yetişməz məncə. Yetişməz. Yəni çox geniş bir sahə Professional bir həkim olduğuna olmaq görə, üçün yetişməz. yəni 6 ilin sonunda belə mənə indi gəlib bir şey haqqında sual verəndə mən yenə də öz fikrimi bildirirəm. Amma bu işin uzmanına getsəniz daha yaxşı Daha olar mütəxəssis, deyər də əlbəttə. əlavə edirəm mütləq. O hər Çünki işi gəlin mütəxəssisinə mütəxəssisə daha yaxşı. daha yaxşı olur. Doktor oldum hissini ilk dəfə nə vaxt yaşadın? Nə Doktor vaxt ki, oldum mən hissini real o hissi də məsəl üçün kiməsə bir köməyimi toxunanda mı yaşadın, yoxsa necə oldu ki, sən yox mən necə doktor olmuşam? dekabr ayları idi. Pediatriya bölməsinin təcili şöbəsində işləyirdik. Gecə hardasa 2-3 kimi bir uşaq xəstə gəldi. Başı yarılıb. Təciliyə giriş elədilər. Xəstənin qardaşı başına daş atıb, başı yarılıb və tikilməli idi. Və qız idi xəstə, ağlayırdı. Onu sakitləşdirmək lazım Uşaq idi. bir də. Mən dedim ki, mən bunun öhdəsindən gələrəm. Aldım xəstəni, onunla danışdım. Qorxulu bir şey olmadığını söylədim. Başına tikişlər atdıqdan sonra onun mənim gözümün içinə baxıb, mən də sənin kimi həkim olmaq istəyirəm Vay. deyəndə mən Doğrudan da həkim olduğumu orada hiss elədim ki, birinin həyatına toxunmaq demək ki, belə hiss əlbəttə ki, etdirilmiş. hələ bu uşaqdırsa. Hələ Ümumiyyətlə uşaqlarla uşaqdırsa. işləmək, yəni görmüsən də çox çətindir. Məsələn, mən də indi uşaqlarla işləyirəm. Doğrudan da uşaqlarla işləməyə başladıqda fərqli bir baxışdır, fərqli bir təhsildir, fərqli bir eğitim. Yəni burada sadəcə həkimliyi deyil məncə, uşaq psixologiyasına hakim olmalısan, uşağın duyğu durumunu bilməlisən. Yəni uşaq qapıdan içəri girdiyində sən bu uşağın hansı psixologiyada olduğunu az-çox təxmin eləməlisən. Hansı bir ailədən gəldiyini təxmin eləməlisən. Doğrudan yəni uşaqla işləmək ekstra 2 qat və 3 qat daha yəni bir məsuliyyət. Bəlkə də insanlar elə bilir ki, uşaqlar kiçik insandır, deyil. Onlar tamamilə fərqlidir. Xəyal gücləri fərqlidir, həyata baxışları fərqlidir. Məsələn, adi mən özüm uşaqla işləməyə başlayandan sonra çox dəyişmişəm. Yəni düşünmə tərzim belə dəyişib. Məsələn, bəzən uşaq məsələn müayinə sırasında elə bir şey deyir ki, həqiqətən mən düşünürəm ki, vay, bunu necə düşünür yəni bu uşaq? Bunun doğrudanmı bu yaşında bu düşüncəyə sahibdir bu uşaq? Ona görə həqiqətən uşaqlar bizə dedi, uşaq gözümün içinə baxdı. Məsələn, bəlkə də böyük xəstə onu hiss eləməyə bilərdin. O duyğunu alamaya bilərdin. Amma uşaqda doğrudan da etkiləyicidir. Mənim elə KBB-ni seçmək səbəblərindən biri də budur. Sadəcə böyük xəstələrə deyil, həm uşaqlara, həm yetişkinlərə, həm yaşlılara. Uşaqlarda məsəl üçün daha çox mən müayinə sırasında nə görürəm? Daha çox adenoid əməliyyatları. Demək olar ki, həmən də mən uşaqlarda əməliyyatlar. Həm çünki bir də bizim sahəni də etkilədiyi üçün, yəni məsəl uşaq uşaqda nəfəs ala bilmir, ağız boşluğunda məsəl çürük sayısı artır, çənədə önə gəlmələr əmələ gəlir, damaq yapısı gəlir, hər şey yəni bu etkiləyir. Məsəl üçün böyük xəstələrdə o qədər yəni rastlamıram da. Mən ən çox dediyim kimi uşaqlarda məsəl boğaz əti, tez xəstələnmə uşaqlarda, temperaturun yüksəlməyi. Ona görə sən hansı uzmanlıq alanının bir hissəsini, hətta demək olar böyük hissəsini bu tutacaq. Bir də rinoplastika. Günümüzün ən belə necə deyim, öndə olan şeylərindən də estetik. Həmən demək olar ki 10 nəfərdən 3-ü etdirir bu əməliyyatı. Əslində bu ehtiyaca görə olunmalı bir şeydir. Mən düşünmürəm ki, hər burnu necə deyim, xoş olmayan insan bunu etdirməlidir. Estetik yəni görəcəlidir kimə görə? Amma estetikdir təbii ki. Estetik kimə görə? Məsələn olub ki bizdə hansı ki məsələn xəstəyə total iş vermişik. Məsəl üçün diş estetiğini dəyişmişik. Xəstə diş estetiğindən sonra deyib yox mən istəyirəm ki blefoplastika, məsələn göz əti kəsdirim və yaxud da burun əməliyyatına gedib. Yəni bu şəkildə olur. Bişektomiyaya gedib. Yəni bir şeydən, yəni sadə bir diş estetiğindən
nələr ortaya çıxıb. Biri Ona görə məsələn gələcəkdə bunu başlayanda daha bərabər, məsələn necə deyim, anlaşmalı işləyə bilərik bu konuda. bir də birinə başlayanda dişimi düzəltdim, burnum da yaxşı olsun, O da gözüm də olsun, hə, o da. üzüm də yaxşı Çünki olsun deyə ortaya çıxacaq da. silsilə şəklində davam Ortaya edir. çıxacaq. Çünki estetik necə birinci məsəl üçün biz həkim, stomatoloq nəyə baxır? Dişə baxır. Bu xəstə mesleki deformasiya məsələn. Danışan kimi avtomatik dişə baxırsan. Bunun dişin burası belə olsa daha yaxşı olardı, burası belə olsa daha yaxşı olardı. Siz artıq direkt estetik yəni göz Burun. olaraq buruna baxacaqsınız. İşte üz Bir çəpər. də üz gərmə üz qismi gərmə. var. O girir lorun sayəsində Üz gərməsi də girir. Girir. Üz plastikası Çətin ümumiyyətlə əməliyyatda. olaraq lorun O da sayəsində gedir. estetikanın demək O olar da ki, ən öndə gedən yəni günümüz dövründə. O askılardır, nə bilim üz gərmələr, nələr bayaq. Yenə çox ehtiyac olunan bir sahə. Məsəl üçün blefaloplastikanı, yəni göz ərtə əməliyyatı daha çox adi çənə cərrahları da edir. Yenə lorlar Etkisi var. O sayəndə var. Doktor, gələcəkdə nə gözləyirsiniz? Məsələn, zaten bu qədər yol gəlmisiniz, bu qədər başarıya ulaşmısınız. 6 il tibb bitirmək yetərə qədər bir başarıdır məncə. Hələ üstünə bir uzmanlıq qazanmaq 2 qat bir başarıdır. Bundan sonra gələcək nə gözləyirsiniz? Özünüzü harda təsvir edirsiniz? Əslində tək bir cümlə ilə desəm, mən gələcəkdə özümü xoşbəxt görmək istəyirəm. Ən önəmlisi. Yəni hər sahədə, sadəcə bu işdə deyil, sosial həyatda olsun. Yəni iş baxımından baxsaq əgər, bu 5 illik uzmanlıq eğitiminin sonunda özümü çox yetkin bir cərrah olaraq görmək istəyirəm. Bir də dediyim kimi bu işin akademik tərəfinə davam edib bəzi universitetlərdə eğitim öğretim üyesi doçentlik, olmaq, professorluq, professorluğa doğru ki əminəm ki, bunları bacaracaqsan. Səndə o İnşallah ki, böyük potensial olduğunu bilirəm. auditoriyalara bunu çatdırmaq istəyirəm mən. İnşallah. Bu elə bizim son sualımız idi, doktor. Ümumiyyətlə az öncə bəhs etdikdə, yəni uzun yoldur, keşməkeşlik yoldur. Amma əlbəttə ki, bunun keyfi tərəfləri də var. Nə tövsiyə edərdiniz? İlk öncə onu tövsiyə edə bilərəm ki, bu universitet həyatını doya-doya yaşasınlar. Mütləq şəkildə. Yəni hər şeydən istifadə etsinlər, qrup yoldaşları ilə əylənsinlər, imtahanlar sadəcə bir qorxu olmasın. Özəlliklə də tibbdə də, dişdə də sözlü dediyimiz sözlü imtahanlar olur. Onlara belə keyflə getsinlər. Yəni bunun bir mərhələ olduğunu, əgər əziyyət verirlərsə bu yolda, illa da bəhrəsini görəcəklərini bilsinlər. Yəni qorxulu əslində elə də bir şey yoxdur. Biraz qorxmuş ola bilərik siz. Amma yəni gəlib keçər şeylərdir. Yəni imtahan da keçər, universitetdə bitirilir. Önəmli olan xoş xatirələrlə bunun hamısının ağlında qalması. Məsələn, indi geriyə dönüb baxanda hansı ki, universitet həyatı, tələbəlik illəriniz nə gözəl maraqlı, zor tərəfləri olsa da, amma maraqlı tərəf də bir o qədər çoxdur. Tibb təhsilindəki ən önəmli nöqtə bir insanın həyatına bir gün toxuna bilmək sizi ayaqda tutan ən gözəl səbəbdir. Əlbəttə ki. Bunu nə zaman anlayacaqlar? Hansı ki, məsləyincə tam şəkildə tam başladıqdan sonra. Beləliklə ilk verilişimizin sonuna gəldik. Öncəliklə bizim təklifimizi qəbul etdiyin üçün, bizi qırmadığın üçün, gəldiyin üçün sənə xüsusi təşəkkür edirəm. Əminəm ki, izləyicilər üçün çox faydalı bir çəkiliş oldu. Çox xoş bir söhbət oldu. Bilmədiyin tərəflərini öyrəndin tibb sahəsinin bəzi yerlərində. Bu verilişdə sadəcə həkimlər deyil, başqa ixtisas sahibləri də qonağımız olacaq. Sizlərə ən yaxşı bilgiləri çatdırmaq üçün, faydalı olmaq üçün əlimizdən gələni edəcəyik. Bu arada kanalımıza abunə olmağı, like etməyi unutmayın. Görmək istədiyiniz bir konuq varsa şərhlər bölməsində yazın.